Test tapşırığına baxaq. Əgər cümlədə cümlə üzvləri arasında uzlaşma əlaqəsi varsa, həmin cümlə haqqında nələri əminliklə dəqiq demək olar? Baxaq variantlara. 1. Xəbəri şəkilçisi qəbul edib, bəlkə də etməyib. Yəni elə şeylər var ki, məsələn feilin zamanları nələrsə var ki, şəxs sonluğunu qəbul edə bilmir, bəlkə də etməyib. Ona görə bunu dəqiq deyə bilməliyik. 1 olan cavablarımızı çıxırıq. 2-yə baxaq. Cümlədə hər iki baş üzv iştirak edib. Əgər uzlaşma əlaqəsi deyilsə, mütləq mübtədə ilə xəbər olması əsasdır. Ona görə 2-ni götürürük. 2 ilə deməli 2 olmayan cavablarımızı çıxırıq. Qaldı cavabımız B və C variantı. Baxaq. Üçüncü varianta baxaq. Cümlənin xəbəri şəxs əvəzi ilə ifadə olunmayıb. Bəlkə şəxs əvəzi ilə ifadə olunub. Gələn odur. Kimdir? Odur. Kim? Gələn. Görürük ki, uzlaşır. Uzlaşma da var. Bəlkə olub. Ona görə 3-ü də çıxırıq. Cümlədə ismi birləşmə vardır. Bəlkə ismi birləşmə yoxdur. Elə mübtədə ilə xəbər arasında uzlaşma. Onu da dəqiq bilmirik. Ona görə 4 də çıxırıq. Deməli, cavabımız qalır 2, 5. Mübtədə və xəbər şəxsə görə uzlaşır. Bəli, uzlaşma əlaqəsi deyirsə, mütləq deməli cümlədə cümlə üzvləri arasında deyir özdə. Cümlə üzvləri arasında deyirsə, biz mübtədə ilə xəbər arasında uzlaşmanı mütləq düşünməliyik. Deməli, cavabımız 2, 5, C variantı olacaqdır.